Livoy 1.4'ün ağzını cıracaq 1.8 motor servis Chevrolet Cruze. Sürət mənasından söhbət gedir. Gəlin bu gün sizinlə bir yerdə bunu test edək. Keç otur. İngil ayağımız toxundururuq qaza. Məncə başqa sözə ehtiyac yoxdur. Götə zəhmət olmasın telefona. Mən ümumiyyətlə 1.4 mühərrik, Amerikanta mühərriklərinə at gücünə müdaxilə olmasına konkret razı deyiləm. Amma 1.8'lərə konkret razıyam. Çünki 1.8 servis mühərrikləri, 1.6 servis mühərrikləri fərq etmir. Hətta bunlar 1.4 ilə də gəlir aviyonun üzərində. Bu mühərriklərin əziz qardaşlar, at gücüsü azdır, sadə mühərrikdir və qaz verəsiniz, maşın zarıyır, getmir. Qardaş sadəcə olaraq kiçik bir xəstlə, bax bu hissədə götür buranı, qaza müdaxilə edib maşının gedişi 90% dəyişirilir. Və mühərrikdə əlbəttə ki, vanus problemi yoxdur. Vanus problemi olan mühərrik konkret yerimir. Yəni gedib vanus problemi ilə bu vəziyyətdə müdaxilə edəsiniz və deyəsiniz ki, yalandan danışır, maşın bu vəziyyətdə yerimir. Xeyr, vanus probleminiz yoxdursa, əgər mühərrikinizin heç bir yəni Porsche barəsində ümumi injektorun işığı yanmırsa, belə deyim, gedin bax bu vəziyyətdə müdaxilə etdirin qaza və yaxud da ki, stage 2 yazdırın. Düzdür, mühərrikə qismən ziyandır. Sonra deyəsiniz ki, belədir, elədir, mən də bilirəm. Amma bu həzzi yaşamağa dəyər. 1.8'lərdə 1.4'ə nisbətən 50% ziyanlığı yoxdur. Amma qismən var. Yəni yazdırın, kiçik bir, yəni sürətlə sürün. Mühərrikə deyilmir ki, bu vəziyyətdə qovun, mühərriki söndürün. Sadəcə olaraq kiçik bir qazla siz bu mühərrikdə heç bir problem yaşamırsınız. Öpürəm, özünüzdən müğayət olun. O kim ki deyir 1.8 boğulur, 1.8 problemdir. Məncə bu video ona bəs edər. Bağla.